Salam hər kəsə, biz bugün sizinlə kimya 7-ci sinif 1-ci isə 2-ci bölmə iş dəftərinə baxacağıq. 2.1 Atomun quruluşu. Demək, birinci sualda deyil, atomun quruluşu modelinə əsasən boşluqları doldur. Baxın. Bu nüvədir, bizə verilib. Bu nüvədir. Və bu nüvənin içində olan müsbət yüklü kürələr proton adlanır. Yüksüz olanlar neytronlar adlanır. Bu dedik nüvədir. Bu mənfi yüklü hissəciklər elektron adlanır və elektronlar da elektron təbəqələrində fırlanır. Yəni bunlar da elektron təbəqəsi adlanır. Deməli, proton, neytron, nüvə, elektron təbəqə. Sonra keçdik ikinci sualımıza. 2-də deyir, cədvəldən istifadə edib atomun quruluş modelinə əsasən elementləri müəyyən edin. Gəlin baxaq. Deyir karbon, yəni bunları verib. Gəlin burada baxaq görək proton və neytron sayı necədir. Deməli elektron sayımız 3. Ona proton sayımız 3 olacaq da. Burada indi deməyib bizə hansı protonda, hansı neytron, amma elektrona görə tapa bilər. Deməli 3 protonumuz, 3 elektronumuz, olsa bizə elektron lazım deyil. Neytrona baxaq 4 neytronumuz. 3 proton, 4 neytron. Baxaq hansındadır? 3 proton, 4 neytron lityumda. Deməli birinci atom modeli lityuma aiddir. İkinciyə baxaq. Deməli 1, 2, 3, 4, 5, 6. 6 protonu var. 6 da neytronu var. 6 proton, 6 neytron karbon atomuna aid. Keçdik üçüncü model. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli 8 protonu var. Neçə neytronu var ona baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 neytron. 8 proton, 8 neytron oksigen atomuna aid. Baxaq. 1, 2, 3, 4, 5, 5 protonu var. 6 dənə də neytronu var. Deməli o da aiddir bor atomuna. Keçdik digərinə üçüncü sualımıza. Nə deyir? Cədvəldən istifadə edib azot, natrium və fosfor atomların modelini çək. Baxaq. Deməli, proton, neytron birinci təbəqədə, ikinci təbəqədə və üçüncü təbəqədə olan elektronların sayını verib. Baxın, qaralarla işarələdiyimiz protonlardır, ağlarla işarələdiyimiz neytronlardır. Yəni, əslində çox asandır. Necə verilibsə, elə də çəkəcəksiniz. Baxın. Keçək 4-ə. Berilyumun atom modelindən istifadə edərək aşağıdakıları müəyyən et. Nədir? D element deməli A-sı buradan başlayır. Deməli proton sayı, baxaq, proton sayı istəyir. Baxın 1 2 3 4. 4 dənə proton sayı var. Deməli buraya yazırıq 4. Neytron sayına 5 dənədir. Buraya yazırıq 5 neytron sayı. Elektron sayıdakı proton sayı nə olacaq? 4 olacaq. Keçək elementar zərrəciklərin ümumi sayı. Proton, neytron və elektronların cəmi 4 üstəgə 4 8. 8 ilə üstünə də 5 gəlsək eləyəcək 13. Yüklü zərrəcik, mənfi yüklü zərrəciklər elektronlar deməli cavabımız 4. Müsbət yüklü zərrəciklər protonlar 4. Neytron zərrəciklərin sayı, neytron deməkdir, yəni 5. Nüvəni təşkil edən zərrəciklərin sayı, yəni neytron və proton sayı 9. Keçdik digər sualımıza və 5-ci sualımıza. Neytron atomda zərrəciklərin ümumi sayı 46, yüksüz zərrəciklərin sayısı 16-dır. Atom, proton, neytron və elektron sayını. Deməli, zərrəciklərin ümumi sayı 46-dır, yüksüz zərrəcik 16-dırsa, deməli neytronumuz 16-dır. 46-dan 16 çıxarıq. 30 və 2-yə bölərik. 30 deməli həm proton və elektron cəminə bərabərdir. Və bu neytron atom olduğu üçün ikisi də bir-birinə bərabər. Yəni 2x 30 olarsa, x də bərabər olur 15. Yəni proton 15, neytron 16, elektron 15 olur. Deməli, baxaq 6-cı sualımıza. Cədvəldə verilmiş boşluqları doldurur. Şərti yükü, şərti kütləsi atomda yer. Deməli, proton şərti yükü müsbət 1-dir, şərti kütləsi 1-dir. Müsbət 1-dir, yəni müsbətdir. Atomda yeri nüvədə yerləşir. Neytron şərti yükü 0, şərti kütləsi 1 və atomda yeri nüvədir. Elektron mənfi 1-dir, şərti yükü, şərti kütləsi 0-dır. Atomda yeri elektron təbəqələrində yerləşir. 7-ci sual. Atomun mərkəzində nüvənin, onun ətrafında isə eyni sayda elektronların olduğunu hansı alim kəşf etmişdir? Təbii ki də Rutherford kəşf edib. Keçdik digərinə element, proton sayı və neytron sayı verilib.
Deyir, dördüncü sualda verilmiş berilyum atom modelini istifadə edərək oksigenin proton, neytron sayını hesabla. Dedik ki, berilyumun neçə protonu var? Dedik 4 protonu var. Neytron sayı da 5'dir. Deməli, proton A bərabərdir 4-ə, B də bərabərdir 5'ə. A 4, B 5. Oksigen A plus 4, yəni 8. Sonra isə B plus 3, yəni 8. Deməli, proton sayı 8, neytron sayı 8, elektron sayı da 8 olacaq. Keçdi 9. Anaqramdakı hərflərin yerinə dəyişərək düzgün sözləri müəyyən ediniz. Bu altdakılar verilməsə belə tapardıq. Müsbət, neytron, elektron, bir də planetar. Planetləri biraz çətin tapa bilərsiniz. Məsələn, nüvənin yükü müsbətdir. Təbii ki də proton, yəni müsbət olduğu üçün nüvənin yükü də müsbətdir. Nüvəni təşkil edən neytral zərrəcik neйтrondur. Mənfi yüklü zərrəcik elektrondur. Ernest Rutherford təklif etdiyi atom modelinin adı da planetar modelidir. Sağ olun dostlar, hələlik. Başqa hansı sualınız olsa şərhlərdə yazmağı unutmayın. Kanalıma abunə olub like atmağı da unutmayın. Sağ olun dostlar. Gələn dərslərdə görüşənədək.